Dar küçələr, ensiz dalanlar, bir-birinə bitişik alçaq həyət evləri. Bəli, Bakının daha bir köhnə məhəlləsindəyik. Bakıda bir köhnə məhəllə var, adını çoxdan dəyişiblər. Amma adı dəyişsə də hamı bu məşhur yeri köhnə adı ilə tanıyır, elə səsləndirir. Bəli, paytaxtın daha bir köhnə məhəlləsində Papanindəyik. Burada doğulmuşam. Hansı məktəbdə oxumusunuz burada? 36 saylı. Məktəb dostlarınızdan, uşaqlardan qalıb yaşayanlar var buralarda yoxsa? Yox, sökülüb hamısı, söküntü zonası olub. Kimlər var idi mənlə oxuyub, məhəllədə böyüyənlər hamısı köçüblər. Onlarla bərabər bir xatirələr, uşaqlıq xatirələr də köçdü getdi yoxsa? Olub, xatirələrimiz çox idi, köçüb gedib hamısı. Bu Papanin küçələrində uşaq vaxtı, belə qaçdığınız, oynadığınız vaxtlar necə xatırlayırsınız? Əlbəttə çox gözəl, çox xatirələrim çox gözəldir. Neçə il burada yaşayırsınız? Mən 70 ildir. Burada doğulmusan, burada böyümüsən, burada dostların olub. Sən burada uşaqlığın necə keçdi? Əla. Biz oynamadığımız oyun var idi bəyəm. Çox yerlərə gedirdik. Amma indiki uşaqlar yox. İndiki uşaqlar ancaq otururlar telefon. Biz heç evə axşam yatana gələrdik. Bəs o vaxtı qonşular, insanlar, məsələn ətraf necə idi bir-birə qarşı? Başqa idi o vaxt ki başqa idi. Və biz orada yaşayırdıq. Və oradan çıxırdı məsələn bura bir dənə dükan vardı orada. Oradan çıxırdı. Dükana getməli. Gördüm burada oturublar 2-3 nəfər ağsaqqal dayanıb. Biz buradan getmirdik. Qayıb o yandan fırlanıb getdik. Hörmət var idi. Abi bu eləsin əlbəttə. Söhbət eləyəndə belə köhnə məhəllələrdə deyirlər ki, bizim dövr başqa idi, o dövr başqa idi, o dövrün insanları başqa idi, qonşuları başqa idi. Yəni bu başqalıq nədir? Nə dəyişdi dayı? Mehribançılıq idi. Bax, bu küçəyə bax bura. Gecə qonma deyirlər də, düzdür? İndi təsəvvür eləyin ki, məsələn, yığılırdı qonşular, bir gün sənin üçün tikirdilər, bir gün bunun üçün tikirdilər, bir gün mənim üçün tikirdilər. Ona görə də o mehriban. Amma indi Kiməsə deyə bilərsən gəl ev tikək, yoxsa necə? Yox, o mehribançılıq indi yoxdur burada. Heç yerdə yoxdur mehribançılıq. O vaxt mehribançılıq var idi. Papaneyin vaxtıyla qəşəng yer olub. Deyilən nə üçün? Bu qapılar var deyə, qapılarında bir dənə haçar yox idi. Gələrdi bir namələt adam, gələrdi, qoşardı uşağını ki, apar filan kəsin Həsənin, Hüseynin və yaxud Nadirin evini göstər ona. Namələt adam gələndə. İndi geçsən qapını gözləyirsən də deyir, yox, öyle. Lab əvvəllər bura pegələr idi. Pegələr nədir? Mal saxlayırdılar, mal pegəsi. Burada saxlayırdılar. Bu arada saxlayırdılar. Sonra O malları hardan gətirmişlər? bu Bakı kəndlərindən. Malı gətirib, heyvanı gətirib burada nə saxlayırdılar da? Bakı kəndi kimi idi, amma Bakıda Novxanıda nə saxlayırlar? Mən Bura kənd kimi idi əvvəl. Hə. Şəhərin mərkəzində heyvan saxlayırdı. döküldü. O vaxt Heç mikrorayon zad yox idi. Mikrorayon 61-ci ildə salındı. 62-ci Bura ildə. kənar bir yer idi, hə? Kənar idi ha. Ha bura bilirsiniz nə olur? Bura qız oğlanla qol-boqol girib keçə bilməzdi. Qıraqdan gəlib burada kvaytran qalanlar yox idi. Məsələn gəlirdilər, bilmirdilər. Biri gördü mayka ilə çıxırdı, zad edirdi. Bir dəfə xəbərdarlıq edirdi, ikinci dəfə xəbərdarlıq, üçüncü də dögürdülər. Kişilər indi şort ilə çıxırlar, gəzirlər. Olmaz. Şort giysən evdə giyə bilərsən. Amma indi hamısı giyinir. Yoxdur. O həmənki vaxtlar, hörmət. 74-cü ildən buralardayam. Bu illər ərzində yaşadığınız müddətdə həm də bir Papanin keçmişdən bu günə yeniliyə doğru dəyişdi. Həm də dəyişməkdədir. Evlər, zatlar yavaş-yavaş forması dəyişilir də indi. Əvvəllər başqa cür idi. İndi biraz məsələn yaxşılaşır. Dəyişən təkcə evlər, tikirlərdir, yoxsa başqa nə dəyişdi? İnsanlar mı dəyişdi, yoxsa? Dəyişilən başqa insanların xasiyyət dəyişilib. Yəni yaxşıya getmir. İnsanlar da bir-birinə qarşı belə bir acıq var. Niyə dəyişdi insanlar? Yəni bunlar dəyişən nə oldu? Kapitalizm. Bu hamısı puldur. Pulunu ver, işini gör. Pul verməzdən iş görənməsən. O vaxt elə deyildi. O vaxt yox, o vaxt belə deyildi. O vaxt tamam başqa idi. Şeyədir bu 12 nömrəli ünvanda yaşayırsınız? 40 ildir. 40 ildir buradasınızsa sizə bir Papanin sakin demək olar? Bəli, yaxşı olub qonşular da. Yaxşı olublar. İndi keçib gediblər, qalmışıq burada 5-10 nəfər adam. Qonşular yavaş-yavaş tərk edir bura. Evlər sökülür, plan düşür. Hamısı gediblər. Bir də biz qalmışıq. Bizim də yerimizi gəlib ölçüblər, hərə gəlməyiblər sökməyə. 40 ildir burada yaşayırsınız. 40 ildən sonra gedib başqa da yaşamaq sizə belə çətin olmayacaq, yoxsa? Olacaq, kesin olacaq. Daha neçə yaşayırıq burada. Dar məhəllələrdə burada belə yaşamaq. Biz neçə illərdir burada yaşayırıq. Elə də pis olmayıb, amma indi oca ailə böyüyür. Get-gedə bizə çox çətinləşir. Uşaqlar, nəvə, nəticə oca bizim üçün çox çətin olur. Bax belə deyək də, mən sənə dalanlar arasında məsafəyə baxıram. Təxminən 1 metrdə bura gəlmək, getmək, yaşamaq. Bizim xeyrimiz olur, şərimiz olur. Çox çətinlik çəkirik. Nəsə alıb gətiririk evə. Xaladenik almışdıq. Biz onu keçirdə bilmirdik. Orada sökdük. Onu da güzbalanla
çəkdik, gətirdik, gəldik. Bir məqamı da qeyd edim ki, ərazini Papanin adlandıranların əksəriyyəti buranın niyə belə adlandırılmasına, ümumiyyətlə bu şəxsin kimliyindən xəbərsizdir. Niyə məhz Papanin deyirlər bura? Nə bilim vallah. Bilmirəm də elə o vaxtdan Papanin deyiblər. Bu qədər müddət burada yaşayırsınız da, hər halda bilirsiniz ki, niyə bura Papanin deyirlər. Hər halda bununla bağlı sizdə bir qısa məlumat var. Niyə məhz Papanin? Amma onu deyə bilmirəm. Çox adam bilmədi, siz bilərsiniz. Niyə məhz bura Papanin? Papanin şeydir də, bu insandır. Deyəsən həkimdir yoxsa nədirsə, belə həkim Sovetin vaxtında o adam olub. Mən Papanin adında adam tanımıram. Adamların hansından xəbər alsaq Papanin kimdir? Deyəcək Papanini tanımıram. Sizdən xəbər alsam bəlkə siz deyəcəksiniz Papanini tanımıram kimdir. Biz bilirik, indi reportajda deyəcəyik. Sonda məlumat üçün bildirim ki, İvan Dimitroviç Papanin Sovet ictimai siyasi xadimi olub. Coğrafiya elmləri doktoru olan İvan Papanin 2 dəfə Sovet İttifaqı qəhrəmanıdır. O vaxtlar paytaxtın Nəsim rayonundakı hərbi hospitalın yerləşdiyi küçəyə onun adı verilir və buralar da, bu ərazilər də Papanin adlandırılıb. Bəli, Bakının köhnə məhəlləsi Papanin barədə görüb çəkdiklərimiz, bilib dediklərimiz bu qədər. Növbəti köhnə məhəllədə görüşərik.